Hörmətli cənab nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, hörmətli rektorlarımız, hörmətli media nümayəndələri, hörmətli tədbir iştirakçıları. Fürsətdən istifadə edib Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyini və Dövlət Məşğulluq Agentliyini Peşə Festivalı münasibəti ilə təbrik etmək istəyirəm və qeyd etmək istəyirəm ki, bu festival möhtərəm cənab prezidentin 2010-cu ildən 2030-cu ilə qədər rəhbərliyi ilə həyata keçirilən ölkənin strateji idarə etmə kursuna tamamilə uyğundur. Bildiyiniz kimi, möhtərəm cənab prezidentin rəhbərliyi ilə bax bu 2 dekadada Azərbaycan 2020 gələcəyə baxış 16-cı ildən başlayaraq strateji yol xəritələri, hal-hazırda 22-26 sosial-iqtisadi inkişaf proqramı və qarşıda bizi 27-30-cu illərdə sosial-iqtisadi inkişaf proqramı gözləyir. Bütün bax bu 4 proqram əsas strateji proqramın hər birində peşə təhsili əsas istiqamətlərdən, elm və təhsil, humanitar olaraq əsas istiqamətlərdən biri götürülmüşdür. Və bizim bəxtimizə yazılan çox xoş bir haldır ki, İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi məhz son 2 dekada ərzində möhtərəm cənab prezidentin rəhbərliyi ilə aparılan bu strateji idarə etmənin bilavasitə monitoring, qiymətləndirmə və idarə etmə proseslərinə, kommunikasiya proseslərinə yaxından cəlb olunmuşdur. Bir statistikanı mən sizə qeyd etmək istəyirəm. 24-cü ildə Azərbaycanda peşə təhsilinə qəbul olanların sayı 26 min nəfərə çatıb. Bu, ondan əvvəlki ilə müqayisədə 17% çoxdur. Eyni zamanda peşə təhsili müəssisələrini bitirənlərin sayı isə 15 minə çatmışdır ki, bu da özündən əvvəlki dövrdən müqayisədə daha yüksək bir rəqəmdir. Və məhz cənab prezidentin tapşırığı əsasında Elm və Təhsil Nazirliyinin yanında yaradılmış peşə təhsilinin inkişafına bağlı agentlik ümumiyyətlə bu sahədə irəliyə atılmış çox böyük bir institusional addım idi, institusional altyapı idi və bugün də bu öz nəticələrini göstərir. Bizim yaşadığımız əsr müxtəlif cür qiymətləndirilir. Əgər peşə təhsili nöqteyi nəzərindən qiymətləndirsək, biz həm də ona səriştə iqtisadiyyatı deməliyik. Və səriştələrin nə qədər vacib olması bu günləri hamımıza aydındır və McKinsey-nin mən son hesablamasını təqdim etmək istəyirəm ki, McKinsey hesablayır ki, 30-cu ilə qədər səriştələrə olan ehtiyac təxminən 30%-ə qədər dəyişəcək. Başqa sözlə, süni intellekt, robototexnika, kvant mexanikası və digər müasir texnologiyaların təsiri altında səriştələrin paradigması dəyişir 30%-ə qədər. Və belə bir çağırış qarşısında Azərbaycan, hansının ki, əhalısının bir 25-26%-ni Z nəsli təşkil edir. 90-cı illərin sonunda və 2000-ci ilin əvvəllərində doğulan bizim yeniyetmələrimiz, gənclərimiz peşə təhsilinə xüsusi önəm verməlidir və bu qlobal çağırışı layiqincə qarşılamalıdır. Və əlbəttə, bu istiqamətdə aparılan işlərlə yanaşı xüsusi olaraq qeyd etmək lazımdır ki, bizim çağırışlarımız var. Əsas çağırışlardan biri iş yerində öyrənmə vərdişlərdən inkişafıdır və biz bunu təkrar-təkrar təhlillərdə də göstəririk, tövsiyələrdə də göstəririk. Çünki nə qədər biz peşə təhsilini işə götürənlər və iş axtaranlar arasında daha real və müasir dövrün tələblərinə uyğun platformalarda həyata keçirsək, bu bir o qədər də yaxşı olacaq. Ona görə də 22-26 sosial-iqtisadi inkişaf strategiyasında da əsas tapşırıqlardan biri də bundan ibarətdir ki, məhz işə götürənlər peşə təhsilinə yaxınlaşmalıdır, öz sifarişlərini verməlidir. Və bu sifarişlər həm peşə təhsili ilə əlaqədar miqyasın müəyyənləşdirilməsində, həm kurikulumların müəyyənləşdirilməsində, həm də sonradan peşə təhsilindən məzun olan şəxslərin işə götürülməsində əsas rol oynamalıdır. Ona görə də strategiyanın tələbi bundan ibarətdir ki, peşə təhsili də digər istiqamətlərdə olduğu kimi dövlət-özəl tərəfdaşlığına açıq olmalıdır. Hörmətli nazirimiz qeyd elədi, artıq 1500 peşə təhsilinlə bağlı standart qəbul olmuşdur və xatırlatmaq istəyirəm ki, 26-cı ilin sonuna qədər
bu rəqəm 1800'e çatacaktır. Aynı zamanda 25 peşə təhsili qiymətləndirilib və tanınır və növbəti il sonunda stratejiyanın tapşırığına uyğun olaraq biz bunu 35'e çatdıracağıq. Və gördüğünüz kimi dinamika var, həm institusional tərəfdə, həm kurikulum tərəfdə, həm münasibətlər tərəfdə və həm də ki, peşə təhsilində məzun olan şəxslərin iş tapması istiqamətində. Ümumiyyətlə, mən sizə demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə, OECD ölkələrində orta təhsilin təxminən 44%'ində peşə təhsili var. Yəni, peşə təhsili baxı orta təhsilin bir hissəsi kimi təqdim olunur. Və hətta belə deyək ki, Almanya və İsveçrədə bu göstərici 70%'e yaxındır. Və bunun nəticəsidir ki, Almaniyada peşə təhsili müəssisələrində məzun olanların 93%'i sonradan iş tapa bilir. Və biz düşünürük ki, 22-26 sosial iqtisadi inkişaf strategiyasında bu məsələlər kifayət qədər geniş təqdim olunur və çox yaxşı haldır ki, mən xüsusən də Əmək Əhalinin Sosial Müdafiəsi Nazirinə təşəkkür etmək istəyirəm. Çünki biz prosesi qiymətləndirən zaman biz bunu dəfələrlə şahidi olmuşuq ki, Nazirliyin də bu məsələyə yanaşması ondan ibarətdir ki, məsələ vahid hökumət yanaşmasını tələb edir. Yəni, bu təkcə bir nazirlikdən, bir qurumdan asılı olan məsələ deyil. Həm vahid hökumət yanaşması, həm də işə götürənlərlə, universitetlərlə, peşə təhsil müəssisələrlə bu istiqamətdə daha yaxından əməkdaşlıq etmək. Və sonunda qeyd etmək istəyirəm ki, xüsusən də süni intellekt texnologiyalarının sürətlə inkişafı peşə təhsilinin paradigmasını dəyişir və təxminən bir 30% bugünkü peşələrə 5 ildən sonra ehtiyac olmayacaq. Və ona görə də biz çevik şəkildə süni intellekt əsrinin gətirdiyi tələblərə, çağırışlara cavab verməliyik. Bir. İkincisi, süni intellektin data analitikası bizim üçün çox yaxşı imkandır ki, peşə təhsilinin gələcəyi ilə bağlı müvafiq, belə deyək ki, proqnozları təqdim edə bilək. Üçüncüsü, çox vacib bir məsələdir, xüsusən də ki, hökumət nümayəndələrinin, hörmətli rektorlarımızın iştirakından da istifadə edib demək istəyirəm ki, təhsilin mahiyyəti kökündən dəyişir. Təhsil artıq fərdə hesablanmış bir təhsil sistemidir. Yəni, biz fərdə hesablanmış təhsil sistemində keçiriksə, artıq süni intellekt texnologiyalarından istifadə edərək bilavasitə şagirdə, tələbəyə uyğun təhsil formatı, modeli yaradırıqsa, bu peşə təhsilində də belədir və belə də tətbiq olunur. Biz bunu görməməzlikdən gələ bilmərik. Əlbəttə, süni intellektin yaxın texnologiyaları, istər arqumentləşdirilmiş reallıq, istər genişləndirilmiş reallıq peşə təhsilinin aparılmasında çox mühüm rol oynayacaqdır. Və yekunda da onu demək istəyirəm ki, peşə təhsilinin inkişafıyla bağlı müvafiq qaydada həm 22-26 strategiyasında, həm də gözlənilən 27-30-cu illər üzrə sosial iqtisadi inkişaf strategiyasında maliyyə yükü, resurs zərfi müəyyənləşdirilir və biz gözləyirik ki, bu resurs zərfi təkcə uyğunluq qiymətləndirilməsi olmayacaq. Çünki bu günləri mən 25-ci ilin birinci yarısını rəqəmi sizə deyə bilərəm ki, peşə təhsilində adam başına maliyyələşdirməyə də təxminən 7.000 bizim gəncimiz peşə təhsilindən məşğul olub. Amma adam başına maliyyələşmə də yekun deyil, daha çox səmərəli qiymətləndirməsinə doğru getməliyik. Nə qədər bu, belə deyək ki, təhsil keyfiyyətlidir və nə qədər bizim gənclərimiz məzun olandan sonra iş tapırlar. Bu, əmək bazarının tələblərinə uyğunlaşırlar. Mən bir daha təşkilatçıları təbrik eləmək istəyirəm və hesab edirəm ki, qısa bir müddətdə 60.000 gəncin peşə təhsili festivallarına bu formata cəlb olunması böyük bir uğurdur və qarşıda qoyulan məqsədlərə xidmət edir. Bir daha uğurlar arzulayırım. Sağ olun.